O şey var, Mərakeşli qardaş var, videolarımızda mahnı oxumaq istəyəndə. Dəyərli dostlar, Futbolissimo YouTube kanalında növbəti videoda xoş gördük sizi. Bu dəfəki mövzumuz formalardan da sizin üçün aydın olmalıdır və UEFA Çempionlar Liqasında növbəti mərhələnin mübarizə aparacaq komandalarının formalarındayıq. Növbəti qarşıdurma ilə qarşınızdayıq. Bəli, Tərlan Şahanoğlu ilə birlikdə Bayern Inter və ya Inter Bayern cütü barədə ətraflı danışmağa çalışacağıq. Mən sözü yaşca böyük həmkarıma ötürmək istəyirəm. Həm də Çempionlar Liqasında daha çox uğur qazanmış tərəfə, Bayern tərəfinə görək onlar hansı iddialarla çıxış edəcəklər. Almanya flaqmanı bu turnirdə daha çox uğur qazanıb, titulların sayı daha çoxdur. Amma Vincent Kompany rəhbəri ilə ötən mövsüm, belə deyək, tam istədiyi nəticələri əldə edə bilməyən bir Bayern München görürük son illərdə. Bu da Bayer Leverkusen'dəki yüksəlişlə, dirçəlişlə bağlıdır. Amma Çempionlar Liqasında da Bayer Leverkusen'ə belə deyək, heç bir şans vermədi Almanya flaqmanı və Almanyanın flaqmanının kimin olduğunu sanki sübut etdi. Yeri gəlmişkən bu Bayern München'in Xabi Alonso'nun Bayer Leverkusen üzərində ilk qələbəsi idi. Bəli. 6-da 1 oldu bu baxımdan. Yəni 6-cı dəfədən artıq Bayern München Xabi Alonso'nun Bayer Leverkusen'də qalib gəlməyi bacardı. Özü də 2 oyunda da. Və qarşıda Inter var, müdafiəsi daha güclü olan, son illərdə final oynayan bir komanda var. Simone Inzaghi kimi bir mütəxəssis var. Vincent Kompany ilə müqayisədə təbii ki, bir məşqçi kimi daha təcrübəlidir, daha uğurludur. Amma heyətləri müqayisə eləyəndə ki eləmişik və kifayət qədər də mübahisə etmək olar əslində. Kim yaxşıdır, kim daha güclüdür? Yəni məncə Interin Bayern qarşısında ən böyük avantajlarından biri geriyə boylanıb baxanda 2010 finalında qalib gələn bir İtalyan təmsilçisi var. Interin son Çempionlar Liqasını qazandığı həmin o ildə finalda məhz Bayern'i məğlub eləmişdi. Inter komandası 2-0 hesabı ilə finalda Diego Milito'nun möhtəşəm Həmin il ümumiyyətlə Inter üçün möhtəşəm keçmişdi. Treble etmişdi. Jose Mourinho rəhbəri ilə. Üzərindən 15 il keçir və Bayern ilə bu dəfə Çempionlar Liqasının növbəti mərhələ uğrunda mübarizə aparır tərəflər. Inter və Tərlana da qeyd elədiyi kimi əslində Interin avantajlarından biri baş məşqçi amilidir. Simone Inzaghi İtaliya çempionu, İtaliya kuboku, İtaliya super kubokunu qazanmış və özü barədə çox yaxşı fikir formalaşdırmış biridir. Amma Vincent Kompany ilə bağlı bunu deyə bilməliyik, çünki onun məşqçilik karyerasının əvvəli o qədər də yaxşı keçməyib. Burnley elitadan düşürtdü, düzdür, təkcə o baş məşqçi amilidir. Təklif gəldi. Və əlbəttə, yəni Bayernə baş məşqçi işləmək təklifi gələndən sonra bu məşqçi artıq Almaniyada yaşamaya başladı. Bayerndə çox dəyişiklik oldu son illərdə, rəhbərlik baxımından. Bəli. Həm məşqçi dəyişdi, həm idman direktorları dəyişdi. Klub rəhbərliyi dəyişdi. Amma yəni yenə deyirəm, bu cütün ehtimalını, ümumiyyətlə cütün qalibi ehtimalını faizlə qiymətləndirsə, faiz neçədir səncə tərəflər var? Mən məsələn, Realda demişdin ki 10%-in 90%-dir. Arsenalın 10%. Burada faiz təbii ki elə deyil, fərq elə böyük deyil. 50-nin 50 demək olursa? Elə də demək olar. Biraz da Inter üstün saymaq olar. Bir də Bayernin ən böyük avantajlarından biri heyətdən başqa məncə finalın Münxendə olmasıdır. Ora gəlib çatmaq lazımdır hələ. Futbolçuların səsliyi də yəni. Ona qədər də onsuz da Münxendə oynayacaq Bayern München. Yəni Interlə də Münxendə oynayacaq. Amma Münxendə Bavariya bir final uduzub deyəsən. Olub Chelsea ilə, bəli. Bir xoş olmayan xatirəsi var. Ona görə bu dəfə o xatirəni də unutturmaq üçün azarkeşinə, üstəlik ötən mövsüm Xabi Alonso'nun Leverkusen'in komandanı məğlub etməsi çempionluq mübarizəsində bu məsələni də unutturmaq üçün. Amma əsas fakt odur ki, Interin özü favoritlər sırasında göstərilirdi. İndi sayı demirəm, 3-cü və yaxud 4-cü favorit kimi. Bayern München ümumiyyətlə orada göstərilmir. Göstərilmirdi. Bu maçın qalibi favoritlər sırasında ciddi komanda kimi göstərilə bilərmi? Orada artıq Barcelona-Dortmund cütlüyünün qalibi gəlir. Barcelona imkan verməyəcək ki,
bizim tərəfdən çıxan komanda favorit sayılsın. Çünki Barcelona'nın bu mövsümki Hansi Flick'in rəhbərliyi ilə oynayan Barcelona'nın çıxışı göz qabağındadır. Xüsusilə də hücum xəttini qeyd etmək lazımdır. Amma bu qarşıdurmada hansı tərəfin favorit olduğunu demək çox çətindir. Şəxsən mənə çox çətindir. 51-in 49-a bəlkə də Inter üstündür. Amma çoxunuz da deyə bilərsiniz ki, 50-nin 50-yədir. Məncə də 50-nin 50-yə şansından daha çox istifadə etmək olar. Çünki Bayernin niyyətində Interin ümumi komanda oyununu pozacaq adlar var. Bax, bu məsələ var. Daha dərinə gedəndə. Məsələn, Jamal Musiala dayandırılması çətin oyunçudur. Düzdür, Inter müdafiə xətti möhkəmdir, kompaktdır. Amma yəni, bu mövsüm Inter yeganə ilk golunu daha doğrusu yeganə deməyək, çünki Feyenoord da fərqlənir. Yəni, 2 gol buraxmış həmin. Yəni, demək olar ki, top buraxmırlar. Amma Interin maraqlı bir məğlubiyyəti var. O da Bayer Leverkusenlə, hansını ki... O da Bayern'lə oyunda qırmızı vərəq alan Mukiele vurmuşdu. Nordi Mukiele bəli. 90-cı dəqiqə. 90-cı dəqiqə. Yəni, Interin bu mövsüm müdafiə sarıdan güclü olduğunu söylemiyorlar. Top buraxmır bu komanda. Yəni, oyunların əksəriyyəti 1-0, 2-0, yəni 1-1. Alt gələn bir, alt oynayan bir komandadır. Yəni, bir tərəfdə də amma hücumu çox ultra güclü oyunculardan qurulmuş bir komanda var. Harry Kane, yəni hər cür gol vura bilən hücumçudur. Aktivdir. Cinahlar bir tərəfdə Michael Olise, digər tərəfdə Lautaro fərq yarada bilərmi bax bu iki oyunda? Məsələn, bunu görmədik biz ötən mərhələdə. Yəni ümumiyyətlə Lautaro Martinez bu mövsüm ötən mövsümkindən daha zəif təsir bağışlayır. Bu mövsümün qəhrəmanı Inter tərəfdən Marcus Thuramdır. Marcus Thuramdır. O da Bundesliga təcrübəsi var yeri gəlmişdən. O Borussia Mönchengladbachda oynayıb. Jan Sommer ilə birlikdə. Jan Sommerin yeri gəlmişdən ortaq adlar var. Oyuncular belə çoxdur. Lucio, Benjamin Pavard, Jan Sommer, bu adlar var. Hər iki komandada oynamış futbolçular içərisində və hazırki heyətdə də. Bir sözlə bizi olduqca maraqlı mübarizə gözləyir. Bayern azarkeşlərinin doğma komandalarını 2 ildir ki, o arzuladığı formada görülmək arzusu vardı. Yəni biz daha güclüyük, daha iddialı kollektivik deyə biləcək formadan uzaqdılar. Heyət desək, əslində heyətdə adlar hazırda Bundesligada yəni liderdir Bayern München. Belə görünür ki, çempion da olacaqlar. Çünki Bayer Leverkusen biraz Florian Wirtz'i də itiriblər. Zədələndi, bəli. Bəli, təəssüf ki, çatma ehtimalı da çox deyil. Yəni ki, Vincent Kompany Bundesliga çempion olacaq öz komandası ilə. Interin də təbii ki, seriyada çempion olma ehtimalı var. Nəzər alsaq ki, Napoli büdürüyür, son oyunlara baxsaq. Yəni, potensial ölkə çempionlar üzə gələcək. Almaniya və İtaliya çempionlar üzə gələcəklər. Hər şey sanki elə 50-50 yaparır. Bircə, yenə deyirəm, bircə Bayerni, məsələn, mən Inter tərəfdən danışırsam, mənim bir qədər arxain eləyən məqam baş məşqçisinin çox şaxəli olmamasıdır, təcrübəsiz olmasıdır. Yəni, Interin orada avantajı tam üstünlükdür Inter tərəfdən. Məşqçi amili çox fərq yaradır. Amma onu da Bayern oyunçularla, fərdi bacarıqlı oyunçularla üstəliyə bilər. Yarım müdafiəni bir göz önünə gətirsək əslində, Interdə Barella və deyək ki, Hakan Çalhanoğlu məqamı var. Orada yarım müdafiə Henrik də var, 3-cü futbolçu kimi. Amma Bayernə baxanda, Bayernin yarım müdafiəçiləri daha sürətlidir. Joshua Kimmich, Joao Paulinho, Aleksandr Pavlovic, Jamal Musiala, Konrad Laimer dəstində orada oynaya bilər. Leon Goretzka var. Daha sanki adlar müxtəlifdir və yaradıcılıq ehtimalı daha çoxdur Bayerndə. Ona görə yəni Interin bircə, yenə deyirəm, məşqçi üstünlüyü var. Məşqçidən sonra qapıcı üstünlüyü var. Çünki Neuerin oynanmayacağı sanki gözlənilir. Kurbikdir qapıda. Bir qapıcı üstünlüyü var, məşqçi üstünlüyü var. Bir də Kurbik adı deyəsən, sənə çox xeyli gülmə. Kı orada artıqdır. Kubik oynayırdın desən. Onunla əlaqələr. Tanır ama. Özüm paylaşmayacağım videonu onda. Jonas da ya. Jonas Urbik. Adını bilmirəm. Özü də bilmirəm. Amma Kubik oynamsa da orada. Sen güldün. Ondan sonra gayet biz şüphələndi. Dedim mən nə dedim ki bu güldü. Bayernin qapıcı məsələsində Interdən geri qaldığını söyləmək olar. Çünki Jan Sommer özünü sübut eləmiş qapıcıdır. Bir də müdafiə sarıdan güclüdür. Yəni belə deyək, zonaları bölsək. Amma Bayernin üstünlüyü yarım müdafiədə və hücumda ola bilər. Xeyirlisi. 50-50. 51-in 49-a. Razısan? Razı ola bilərəm. Getdik.